Salam, hər vaxtınız xeyir dostlar. Bu videoda gündəmimizə bomba kimi düşən bir xəbərdən danışmaq istəyirəm. Belə ki, keçdiyimiz günlərdə adı açıqlanmayan bir Qafqaz ölkəsinin İsveçdən ümumi 6,5 milyard dollar dəyərində 48 ədəd Gripen YF təyyarəsi alacağı xəbəri yayıldı. Bu nəzərdə tutulan Qafqaz ölkəsi Rusiya deyil, niyə deyə soruşsanız, çünki həm Rusiya özü istehsalçıdır. Niyə durub İsveçdən Gripen alsın ki? Ən əsası da İsveç NATO üzvüdür və Rusiya ilə əlaqələri yaxşı deyil. Geriyə qalır Azərbaycan, Gürcüstan və Ermənistan. Bu Ermənistanla Gürcüstan da deyil, çünki bu qədər vəsait nə Ermənistanda var, nə də Gürcüstanda. Bu nəzərdə tutulan ölkə Azərbaycandır. Lakin 100% əminəm ki, bu xəbər doğru deyil. Bunun bir neçə səbəbi var. Həm bu rəsmi məlumat deyil, bu məlumatı Caucasian Live adlı Telegram kanalı paylaşıb. O kanalda bu məlumatı hardan götürüb bilinmir. Burada ya alıcı ölkə səhv salınıb, bu alqı-satqının Qafqaz ölkəsi ilə heç bir əlaqəsi yoxdur, ya da bu xəbər tamamilə yalandır. Qeyd edim ki, bu xəbəri keçən ilin noyabrında bir başqa sayt da paylaşmışdı və o sayt Azərbaycanın adını çəkmişdi. Amma bu xəbərin doğru olduğu anlamına gəlmir. Həm də ki, Amerika Azərbaycana qarşı olan silah embarqosunu yeni aradan qaldırdı. Nə ara İsveçlə danışıqlara başlandı, bu danışıqlar yekunlaşdı da təyyarələr sifariş verildi. Məlum bu təyyarənin həm mühərriki Amerika istehsalıdır, silahları da bəziləri Amerika istehsalıdır, bəziləri Avropa istehsalıdır. Bu raketlərin ölkəmizə satılması üçün bu istehsalçıların icazəsi lazımdır. Ayrıca ölkəmizin İsveçdən birdən ikidən silah aldığı da yoxdur. Nə oldu da bu təyyarənin ölkəmizə satışı belə asan razılaşdırıldı. Ən əsası da bu məbləğ ölkəmizə uyğun deyil. 6,5 milyardı 48 təyyarəyə böləndə tam təchizatlı bir təyyarəyə 135 milyon dollar düşür. Bu da ölkəmizə çox baha başa gəlir. Bu qədər bahalı təyyarənin alınması, ən əsası da 48 ədəd alınması heç də uyğun deyil. J-17-dən sonra heç mi təyyarə alınmamalıdır? Əlbəttə ki, alına bilər. Sadəcə bu təyyarə büdcəmizə uyğun olmalıdır. Bizi soyub soğana çevirməməlidir. Məsələn, Çinin J-10C təyyarəsi alına bilər. O daha ucuzdur, döyüş qabiliyyəti başda olmaqla hər cəhətdən də ölkəmizə uyğundur. J-10C Gripenlə müqayisədə ölkəmizə çox ucuz başa gəlir. Gripen o halda alına bilər ki, J-10-un alışı baş tutmasın. Gripen ona alternativ olaraq seçilsin, yəni son çarə olaraq. Gripen bu halda alına bilər, o da 48 ədəd deyil, təxminən 24 ədəd alına bilər. Gripenin nə qədər saxlanma xərci ucuz olsa da, onu saxlayana qədər alınması bizi batırır. Ona görə də ölkəmiz başqa seçimi olmadığı halda ala bilər Gripeni. Qeyd edim ki, Gripen E ilə J-10C eyni sinif, eyni nəsil təyyarədir. JAS-39 Gripen seriyası A, B, C, D və EF modelindən ibarətdir. EF seriyanın ən son modeli, eyni zamanda 4 plus nəsil modelidir. F, E-nin təlim döyüş modelidir. Eyni ilə BA-nın, D isə C modelinin təlim döyüş modelidir. JAS-39 Gripen Delta qanadlı və kanardlı, yüngül orta sinifli çox rollu döyüş təyyarəsidir. Gripen E təyyarəsinin boş halda çəkisi 8 ton, daxili yanacaq tutumu 3,4 ton, maksimal qalxma ağırlığı 16,5 tondur. Təyyarədə Amerika istehsalı F-414G mühərrikindən istifadə olunur. Bu mühərrik farsajla 98 kN itələmə gücü verir. Təyyarənin maksimal sürəti 2 Mach-dır. Uçuş tavanı 16 km-ə qədər, maksimal G qüvvəti isə -3,9 G-dir. Gripen E-nin 9 silah askı nöqtəsi var. 10-cu bir askı isə xüsusi pod askısıdır. Burada müxtəlif podlar yerləşdirilir. Təyyarə ümumi askılarında 5 ton faydalı yük daşıya bilir. Onun yükünə silah yükü, əlavə yanacaq çənləri və müxtəlif podlar daxildir. Təyyarə İtaliyanın Leonardo şirkətinin istehsalı olan Raven ES-05 AES radarı və yenə Leonardo istehsalı Skyward infraqırmızı axtarış sistemi ilə təchiz olunub.
Ümumi dəyərləndirsək, Gripen E texniki, texnoloji və silahlanma baxımından güclü təyyarədir. Son olaraq sizcə Gripen alınmalıdır, yoxsa Jeon CE? Sizcə ölkəmizə hansı daha əlverişlidir? Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Videonu bəyənməyi, kanala abunə olmağı da unutmayın. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə minnətdaram. İnşallah növbəti videolarda görüşərik.